Salam Namidə, hər vaxtınız xeyir olsun. Hazırda İçəri şəhərdə yerləşən Qoşaqala meydanında Qarabağın mədəniyyət xəritəsi, hər bir rayonun öz səsi adlı festival keçirilir. Hazırda festivalın açılış mərasimi baş tutur. Açılış mərasimi çərçivəsində müxtəlif konsert proqramı keçirilir və milli musiqilərimiz səsləndirilir. Həmçinin festival ərazisində müxtəlif piştaxtalar qurulub. Həmin piştaxtalarda milli mətbəximizin təyyarları, həmçinin milli geyimlərimiz və Qarabağ xanımının zərifliyini təmsil edən kilağaylarımız yer alır. Festival ərazisində olan bu axım göstərir ki, Qarabağ mədəniyyəti geniş maraqla qarşılanır. İnsanlar arasında Bakı sakinləri ilə yanaşı xarici qonaqlar da yer alır. Qoşaqala meydan ərazisində geniş konsert proqramı, milli mətbəx nümunələri, ənənəvi sənətkarlıq sərgiləri və müxtəlif mədəni təqdimatlar keçirilir hazırda. Bəli, Qarabağ mədəniyyət xəritəsi hər rayonun öz səsi festivalı baş tutur. Festival 29-30 may tarixlərində keçiriləcək. 2 gün ərzində müxtəlif konsert proqramları, həmçinin usta dərslərinə yer veriləcək. Qeyd edim ki, biz sizə Qoşaqala meydanında olan Qarabağın mədəniyyət xəritəsi, hər rayonun öz səsi festivalından xəbər veririk. Festival ərazisində müxtəlif piştaxtalar qurulub və həmin piştaxtalarda milli mətbəximizin təyyarları, həmçinin də Qarabağ xanımının zərifliyini təmsil edən kilağay nümunələri və milli geyimlərimiz sərgilənir. Qarabağdan yanaşı Qərbi Azərbaycan nümunələrinə də yer verilib festivalda. Festival ərazisində insan axını müşahidə olunur. Bu da göstərir ki, Qarabağ mədəniyyəti böyük maraqla qarşılanır. İnsanların arasında Bakı sakinləri ilə yanaşı xarici qonaqlar da yer alır. Bəli, Namidə, mən sizə İçəri şəhərin Qoşaqala meydanında keçirilən Qarabağın mədəniyyət xəritəsi, hər rayonun öz səsi adlı festivaldan xəbər verdim.